Внимание! Говорит Москва. Передаем важное правительственное сообщение. Граждане и гражданки Советского Союза, сегодня в 4 часа утра, без всякого объявления войны, германские вооруженные силы атаковали границы Советского Союза. Началась Великая Отечественная война советского народа против немецко-фашистских захватчиков. Наше дело правое. Враг будет разбит. Победа будет за нами. Yadda saxlayın. O kəslər ki, bir daha qayıtmayacaqlar. Yadda saxlayın. O kəslər ki, məzarları heç bir zaman aşkar edilməyəcək. Ağlamayın. Qəhərinizi boğazınızda saxlayın. Lakin yadda saxlayın. Ölənlərin ruhuna layiq olun, həmişə layiq olun. İnsanlar, nə qədər ki ürəyiniz döyünür, yadda saxlayın. Neçə qurbanlar bahasına xoşbəxtlik əldə edilib, unutmayın, yadda saxlayın. Öz uşaqlarınıza onlar haqqında danışın ki, onları yadda saxlasınlar. Uşaqlarınız uşaqlarına onlar haqqında danışsın ki, unutmasınlar.